Xüsusi sponsor Bizon Enerji, sponsor İdə Parfümeri, FAV avtomobilləri, təşkilatı dəstəyi Kasap Dönər. Attığım hər addım məni birinciliyə aparır. Qələbə mənim olmalıdır. Daim hərəkətdəyəm. Daim öndəyəm. Daim zirvədəyəm. Çünki tək rəqibim özüməm. Bizon Enerji, güc məndədir. Ayna. Söyle bana, var mı məndən daha divijenisi? Var mı məndən başdan qrijası? Var mı məndən çotqu sözün deyən apartısı? Yox, varsa denən də var. Var denən, mən də işim bilim də. Var. Ağza gələn danışma. Sən 1000 dəfə demişəm ki, səhərin gözü açılmamış mənim beynimi xarab eləmə. Nə deyirəm deyirəm, baş üstə. Qoyaram çap verərsən. Beynimi xarab eləmə ha mənim. Hətro, iclasdayam, tez elə sözlüyü de. Mən sana dedim ki, gəlməyəcəm oraya. Yox, YouTube bana dar gəlir. Sən mənə dedin, bax, sən mənə dedin. Fəlakət, YouTube'u dağıt, biz sana Silikon Vadisində 4 otaqlı ev verəcəyik. Nə oldu? Otusunu bilir, ol elə, kadrda yaxşı görsəlir. Mən danışıram, qulaq as, qaqam, ulduz deyib, başa düşürsən. Sən məni kimdən qarışdırırsan? Həmən bu televizordakı aparıcılar ya YouTube-evlər döyləmi? Mən onların pikiyəm, başa düşdün? Burada, yəni artıq söhbətlər eləyib, nidarizmə ilə yaratsan, lazımdır bu söhbətləri yaratmaq. Sağa deyirəm, sağa. Bir dəqiqə deyəm. Ay şey, kadra düşürsən, yer cəhənnəm olarıq ya. Buyur. Ağlama, qurban olun, sana demirəm. Gör də gəlmə. Con, eşinirsən, siz mənə nə dediniz? Demədiniz ki, ay fəlakət, sana qurban olarım. Sən bu trenddə gəl, birinci yerdə otur, sana maşın verəcəyik. Ala, oturdum. Nə oldu da mən maşında nə vaxt oturacam da, mən bilim də bunu da. Bu qədərim də bizim paltoq eləyəcəm, hep zarı, darıqma. Məni heç kimdən dəyişik salma. Mən sənin üçün Akşin Fatih, Damla, Şəbnəm Tovuzlu deyiləm, başa düşdün? Mən Türkanam sənin üçün, hə? Yox, Türkanam, cavab ver də, Türkanam mən. Türkanam. Qatıqlama, eşidirsən? YouTubesan nəsən, mən beynim çöndü, fərq eləmir, ha. Gedərəm sən öl turboazda açaram verişi, qalarsan yana-yana. Nədir? Nə istəyirsən, Con? Nə yoğurdum, nə yaptım, hazırca Fəlidən doğru xəbər tapdım, hə? Bot! Buyur. Müəllim, sana qurban olaram, nətərsən? Tanımadım, bağışla. Sana qurban olaram. Sən ki, məni blokdan çıxartdın, ha. Sən böyük adamsan. Hara gəlim? Xəzərə? Doğrudan deyirsən? Gələrəm, niyə gəlmirəm? Özdə, qaqam bir dənə təzə maşını alıb, 4 dənə distəkət, bu saat Xəzərin qabağında qaqam bir dənə proyezd eləsin. Lazım deyil? Söv, başa düşdüm. Gələm, qurban olum, gələm. Geçdi mi? Saxla, qurban olum, saxla. Sağ ol, qurban olum, sağ ol. Müəllim, gəlmişəm, buradayam mən. Deyəsən, üzürsünüz, bir əl eləyin görüm sizi. Zarafatın yeri deyir, başa düşdüm. Yox, özüm dedim ki, keyfimiz açılsın. Bu şeydə də, Mərdəkanda bu Xəzərdəyəm. Xəzərdə. Başa düşdüm, o Xəzərə. Başa düşdüm, söv. Müəllim, sağ qurban olur, bu şoferi buraxdım, evə çörək almalı da, maşın tutsam nətər eləyək. Baxma da, birinci dəfər gəlirəm, cəmaat divijeniyədən. 5 dəqiqə oradayam, gəlirəm. Adboy ver, öpürəm.
Ay. Otur. Buraya. Orada şəkli görsünməmişək. Fəlakət. Aygün xanım gəlib səni gözləyir. Mənə gözləyir, amma mən ondan gözləməzdim. Gəl nə? Səs-küy eləmin, aşağı oturun. Böyük adam deyiləm ki, fəlakətdir, aşağı oturun. Narahat olmayın. Fəlakət, salam deyəcəm. Nətərsən, qurban olum sağ. Sən kimə indi belə dirijorluq eləyirdin? Bunu montajda səs qoyacaq, güya cəmaat var da, qurban olum, palit eləmə onu, yaxşı? Heç kim bilməz. Burasını kəsərsən, hə? Aygün xanım, sağ qurban olum. Fikirləşdim, sən nə alım, nə alım? Əvvəla sənin qadağı alım. Bu heç bu öz yerində də, bunu bildim. Sonra Dunkuya getdim ki, mən Aygün xanıma gül alsam. Bu Aygün xanımın qapısında hər gün gül bilsən nə qədərdir. Bu Zubatska kimi istifadə edən adamdır da. Buna nə alım mən, nə alım? Dunkuya getdim. Sonra bilsən nə aldım sənə? Nə? Sürpriz, papağım düşdü. Sürpriz, gətir nə, gətirin görün. Görmürəm, biraz da belə. Rüqlövka verəcəm. Sağa. Yox, sağdan sola. Sağdan sola. Sağa qurban olaram. Bax, özüm güzgü aldım ki, gözəl görsün də. Başa düşdün? O deyir, gözlərinin gözəlliyindən də gözəldir gözəlim gözlərinin gözəlliyi. Gözlərinin gözəlliyi. Gündən də gözəldir gözəlim gözlərinin gözəlliyi. Çox sağ ol sürprizinə görə. Sağ ol, çox sağ ol. Bu bütün veriliş boyu belə qalacaq. Hə, bunu bilsən nəyə gətirmişəm, açıqın deyim. Birdən görsən ki, hansısa sualım xoşa gəlmədi, o saat güzgü ilə işdə tutacam ki, temanı fırlatmaq lazım da, başa düşdün? Yaxşı, mən onda belə eləyəcəm. Bu güzgü ilə belə tutacam o güzgüdə. Üzvə işıq düşən kimi mövzunu dəyiş. Rüqü verirsən Sıra, də, rüqü. da. Aydın xanım, bir dənə tamaşaçı ilə bir 5 dəqiqə söhbətim var. Eləyim, gəlirəm də, qurban olum. Hansı tamaşaçı? Burada tamaşaçı var. Palit eləmədə, saat Oy, qarşı, yaxşı. Oturun, aşağı oturun. Açı, bildim də çox istəyirsiniz, aşağı oturun. Palit eləmə Aygün xanım, o montajda düzəldəyim. Da, yadımdan çıxdı. Aygün xanım, sevgiyə bax, qurban olum, sevgiyə. Dəhşət. Fəlakət. Qurban olum. Veriliş aparmalıyam. Qurban olum, sakit olun. Çıxardacam az sizi bayır, oturun aşağı. Ay soğuk, çox soğuk, sakit. Mənim sözüm var, onu demək istəyirəm. Mənə komment yazırlar YouTube'da ki, fəlakət, nə oldu? Bə sən televizora çıxmırdın, sən YouTube'daydın, nə oldu, niyə çıxdın? Əvvəla açıqlama gətirmək istəyirəm ki, mən demişdim ki, gələcəm YouTube'u dağıdacam, düzdür, partladacam, trendi dağım eləyəcəm. Elədim qaqa. Ay soğuk, elədim. Sən fırlan başıma, mən söhbət. Oturmuşdum elə YouTube'da bu televizora baxırdım. Gördüm bu televizorda bu reyting davası gedir. O deyir ki, mənim verilişim belədir, partladacam. Bildim ki, mənə söz atırlar da, başa düşdün? Mən də bu söhbətləri yığdım, atdım içimə, gəldim televizora. Gəldim, gördüm bu koridorda, bu indi adını çəkmək istəmirəm, reyting davası eləyirlər. Dedim, aralaş, düzür, fəlakət gəlib, bir gəlim pişik kimiyəm, başa düşdün? Məni görən kimi nətər qaçdılar bunlar. Dedim, qorxmuyum, qaqa. Mən televizora gəlmişəm ki, buranı tənzimliyim, nastroyka eləyim, balansı otuzdurum, sonra gedəcəm, məni Netflixdə gözləyirlər, başa düşdün? Heç kim yerinə görə narahat olmasın. Mən gəlib sözümü deyib, pesatımı vurub gedəcəm. Öpürəm sizə, verəm muskana. Bəs papağınanı? Papağım bayaq düşdü, həyəcanlandım, qurban olum. Taxta sənə yaraşırdı. Doğrudan deyirsən, burada tap. Fanatlar. Aygün xanım, belə başqa cür qəşəngləşdirsən, belə nətər deyim, efirdir, YouTube olsa deyərdim ki, adam belə yoldan çıxardan fason qəşəngləşdirsən, sənə qurban olaram. Gözləyirdim ki, sən verilişin YouTube'dan televiziyaya gəlsin, mən də tez gəlim. Sağa qurban olaram, bilsən sənə nə qədər zəng vurmuşam, məni blokdan çıxartmırsan da bir söhbət eləyək də. Aygün xanım, gelin rahatdır, əsas. Əla, superdir, yerim əladır. Güzgüm yanımda. Bir dənə, iki dənə. 1-2. Güzgünlə işləyin də, mən tutum söhbətdə. Xaraşlı, mən sən. Özünüz nə tərsin, ağarsız, keyfiniz əhvalınız. Yaxşı, əla, super, hər şey yaxşıdır. Həmişəki kimi də olmasa, səni görməyimə çox xoşbəxtdir. Partlayın, gör, sağa qurban olaram. Bax.
Bravo. Sağ qurban olarım. Ev yox, reytingdir. Sağ qurban olarım. Bravo. Partlayın, Uşaqlar partlayın. London. Partlayın deyə Diz Aygün xanım gəlməyəcək. Gördün, partlayın, partlayın. Yeni verilişin mübarək olsun. Sağ ol, sağ qurban olaram. Sağ ol. Aygün xanım, Hə. bura elə bir məkandır ki, mən sizə bir söz deyim də. Burada fəlakətdən başqa heç kim at oynadanmır da, başa düşdün. Burada mən nə dedim qanundur. Da mən inanıram. Hə, yəni mən belə bir vasitə yaratmışam ki, burada heç kim başqa söz deyənməsin. Yarada bildin də. Yaratmışam, Səndən yox. Gör mənim nə qədər işçilərim var. Hamısının pulunu əvvəlcədən vermişəm. Belə vermiş yoxdur. Mənim pullarım belə şeylərdədir də hamısı. Vay. Sağ qurban olaram. Aygün xanım Kazımova var. Bir dənə sualım var. Səhərdən fikirləşirəm bunu verim, verməyim. Hə, bu sualı nətər verməyim? Nətər var elə də ver. Sən qoy bizon içim qurbanım, ataram bizonun üstünə də. Sən indi bir uşaq qoy sual verəcəyim qurban olum. Hə. Mən ona necə cavab verim? Böyüklük eləyin də, böyük cavab verin. Yaxşı. Həm də giriş eləyirəm ki, görüm nə sualı vermək olar. Papağın anı. Qurban olum, düşür papaq bu sizə baxan kimi düşür papağın qallan belə. Aygün xanım Kazımova, mən maraqlıdır ki, siz nəyə əsəbləşirsiniz? Mən? Aha. Mən məsələn işini bilməyən insanların əlindən əsəbləşirəm. Kimsə işi pozanda, kimsə nəsə problem yaradanda, hər şey yaxşı getdiyi bir anda belə anlarda əsəbləşirəm. Sualdan əsəbləşirsiniz, bir də sual gəlir, risk adam elə sual verirlər, əsəbləşir. Olur elə şey. Elə də olur. Sən elə risk etməzsən də. Əgər bu sualı versəm, Ay mənim sən. işığımı söndürər, bunu ataq qırağa keçsin. Sana qurban olaram, Aygün xanım. Aygün. Mən səni dəhşət çox istəyirəm. Bu sundokdan zaten əli çək, məndən bərk yapışır. Yoxsa çəkmişəm. Mən səni dəhşət çox istəyirəm. Mən sizə görə lişni hər şeyə hazır olan adamam, başa düşdün? Bax, bütün pulumu yığaram. Sizə dünyanın ən bahalı restoranında rezerv eləyərəm. Oturarıq vertolyota. Aha. Vertolyota. Pramot düşəriyor restoranın təpəsinə. Oradan da sizin ürəyiniz nə istəyir? Bu quzu qovurmasından tutmuş, quş südünə kimi zakaz eləyərsiniz. Stolda bir dənə barmaq qoymağa yer olmaz da, başa düşdünüz? Yeyib içərik, nə desəz qulluğunuzda duraram da. Uzaq indi axırda şotu verəməyəcəm. Məni oturduracaqlar tavana, hə? İndi Aygün xanıma görə bir 4 gün, 5 gün oturaram tavanda da, düşmərəm. Yaxşı da, hə? Bax, görürəm mənə inanmır da. Bax, Aygün xanım Kazımova, bu saat nə desən eləyərəm. Bax, bu saat nəsə deyiləyim. Doğrudan. Denən eləyim. Bax, denən. 1, 2, 3, söv, vaxtım tutar, qurban olum. Bu veriliş mənimdir, özüm rüqrovka eləyəm də, söv. Bax, tutar, sana qurban olaram. Yəni, duxumdan da vurum üstümə. Aygün xanım Kazımova, bax, mən sizə bir söz deyim. Mən jizn boyu heç kimə görə heç nə eləməmiş adamam, başa düşdün? Beyni xarab adamam da, yəni mənim beynim çöndü, sağına soluna baxmayan adamam. Mən səni tanıyıram, daha sən eləsən da. Mən heç vaxtı jizn boyu heç kimin qabağından söz yeməmiş adamam, başa düşdün? Arada ret qaldı olub, amma yemişəm də, fakt yemişəm, söz yemişəm. Yenə fəlakət olmuşam, sözümü demişəm. İndi mənə maraqlıdır ki, Aygün xanım Kazımova, qoy işığı söndürün mahnısı var ha. Orada nə demək istəyirdiniz? Əslində mən demək istəmirdim. İndi vzrosloy cavab verim, yoxsa... Böyük cavab verir, reytingli, böyük cavab verir, narahat olma, həll edir. Mən çox şey demək istəyirdim və dedim. O mahnını oxuyan kimi bütün şəhərdə işıqlar sönməyə başladı. İndi bildiniz nə demək istəyirdim? Alın payı. Elə gördüm, mən də elə tutmuşdum. Bax, bunu xoşuma gəldi. Elə mən də belə tutmuşdum o sualı. Belə də cavab verəcəm. İndi mənim bu suallarımın məğzi var. Deyə bilərsiniz ki, fəlakət bu sualları niyə verir? Deməli, Aygün Kazımovanın o vaxtı qoy işığı söndürün mahnısı çıxanda barmeka ən ziyan vuran şey olub. Təsəvvür eləyin, hər yanda işıq sönüb. Aygün xanımın bir müddət heç bir mahnısı işıq üzü görməyib. Mən buna şahid olmuşam. Aygün xanım Kazımova, sizi gördüm. Nəsə ürəyimdən keçdiyi o mahnını eşitmək. Sizə qurban olaram. Bəlkə onu bizim verişdə oxuyub partladaq. Partladaq. Yanan ışık otağıma taşıyır sensizliği. Koy ışığı söndürün. Karanlık saçların kimi dağılsın yastığıma. Koy ışığı söndürün. Sensiz dünyam tarimardır, dağınık bir mekandır. Koy ışığı söndürün. Ayrılık harayım olup çırpınır otağında. Koy ışığı söndürün. Sensizliği. Sabahıma bir siri daş benim sensizliği. Gözlerimde bir telaş benim sensizliği. Ümidime bir yoldaş benim. Koy ışığı söndürün. Koy ışığı söndürün. Yanan ışık otağıma taşıyır sensizliği. Koy ışığı söndürün.
kimi dağılsın yastığıma. Sensiz dünyam tarimardı, dağınık bir mekandı. Ayrılık harayım olup çırpınır otağında. Sensizliği sabahıma bir sirdaş benim. Sensizliği gözlerimde bir telaş benim. Sensizliği ümidime bir yoldaş benim. Koy ışığı söndürün. Aygün xanım Kazımova, Hə. bir dənə şəxsi sual vermək istəyirəm. Bu mənim özümə çox maraqlıdır ha. Hə. İndi bu axşam saat neçədə yatırsınız? Sən suallarımı verməm biraz güzgüyə baxım Fəli. Ağzıma gələn danış. Bu güzgü bayaq buradaydı. Bunu kim çəkdi bu tərəfə? O həyəcandan öz sürüşüb gedib. Denə nə fəlakət. Sənə lazımdır. Bu boyda Aygün xanım gəlib. İndi durub gələcək bir avrola. Sizin bu qoy işığı söndürmə mahnınız var ha. Açın deyim, bu uşaqlıqdan məndə travma yaradı. Niyə? Aha, Soruş niyə, niyə? niyə? Mən bu uşaqlıqda Ay, qaranlıqda it kimi qorxurdum da. Aha. Harada gedirdim o mahnını eşidirdim. Ay qoy işığı söndürün. Ay qurban olum qoy işığı söndürün. Mən də öyrənəndə ki bu mahnını Aygün Kazımov oxuyur. Dedim böyüyən kimi sizi harda tutsam tapros eləyəcəm bu söhbətə görə. Aha. Bax Aygün xanım Kazımova. Niyə qapını ört yox, pəncərəni bağla yox, pərdəni çək yox, pultu ver televizoru söndürüm yox, bakı bağla opşunu aç yox, evdən çıxanda qazı bağla yox, evə gələndə çörək al yox, qoy işığı söndürün. Bax niyə də mən maraqlıdır. Cavab ver də qurban olum, cavab ver. Verim nə gəlir. Burada mən qəşəng düşmürəm axı. Yox da niyə də, niyə cəmaata da maraqlıdır, niyə də? Çünki evə gələndən sonra və işığı söndürəndən sonra onların heç biri nə day gərək qalmır. Lazım olmur ha. Aygün xanım Kazımova, bu mənim verişimə baxmısınız da yəqin. Elə şey olar. Görmüsünüz də, bu bir Конечно. dənə meyxanası var, bilməm, Raborru gədənin adı nə idi, yadından çıxdı. Sənin qonağın olmuşdu. Hə, bu tapşırmışdılar, o mən adı nə idi? Hə, bu Namiq Qaraçu, tanıyırsan da Namiq Qaraçu. Tanıyıram, tanıyıram. Deməli Aygün xanım Kazımova bunu qonaq çağırmış ha. Onu palçıq elədim verişdi. Söhbət ondan getmir, başqa söz deyirəm. Buna sual verirəm, özdə qəsdən sual verirəm ha. Mən bilirəm axı, oradan söz atıram, oradan tuturam da. Ay, bəs nə? Buna sual verirəm ki, ay Namiq, təsəvvür elə ki, çayın ortasında durmusan, çayın bu tərəfində bir ağac var, bu tərəfində bir ağac. Bu ağacdan Aygün Kazımovanı asıblar, bu ağacdan Könül Kərimovanı asıblar. Sən birinci bunların hansını xilas eləyərsən? Mənə nə desək ya? Onun ağacda nə işi var ki aslında? O ağaca çıxıbsa, mən özümü görməməzliyə vura bilərəm. Eləyərsən də yəni. Hə, nəyim olsun? Durdum indi efirə getməyib o YouTube-da. Durdum ağzından çıxan dedim, verişdən qovdum. Dedim mən utanmırsan, bəlkə sənə görə çıxıblar ağaclara, başa düşdün? İndi Aygün xanım Kazımova kreativ olsun deyim, bu sualı sizə verirəm. Deməli, təsəvvür eləyin ki, bir dənə ağac burdadır, burada Namiq Qaraçuxurunu asıblar. Bir tərəfdən də Könül Kərimova asıblar. Siz də durmusunuz çayın ortasında. Birinci bunların hansını xilas eləyərsiniz? Ay, birinci kimi xilas eləyəm. Mən çayın ortasındayam. Siz çayın ortasındasınız, burada da ağac var, burada da ağac var. Burada da ağac var, burada da ağac. Mən özüm çayın ortasında batıram ki, mənim özümü xilas eləyəm. Yox, sizin yeriniz yaxşıdır da, onu düz qoşmuşsunuz, narahat olmayın. Birinci hansını tutaraq. Mən belə ikisinə də əlimi uzadaram, onları mən əlimdən tutarım, mən belə tullanaram. Çaydan çıxaram, o istər. Hə, özünüzü qutararsınız da, onların ikisi də batarlar. Davşa bilmirəm də necə olacaq. Çünki əlimi ikisinə də verəcəm. Uca kim batar, kim çayda qalar, kim sahildə. Amma sözü dediyiz at. Atdan sözü tutdun. Yazın hə, yazın oradan yuxarıdan ki, Aygün Kazımova Namiq Qaraçuxurunu palçıq elədi. Yaz onu bir avro eləyəcəm mən. Elə baxmayın da, qurban olum, şeytan alladır axı, elə baxmayın. Bəs demirsən, mən səni çox istəyirəm, çox istəyirəm. Mən də yaxınlaşmışam ki, çox istəyirsən, Fəli. Necə çox istəyirsən sən məni? Verişdə olmur da, qurban olum, televizordur, burada cəmaat. Əşi, montaj eləyir, reyting qadırına, gəlsin də, sən zəhmətliyin ol. Başqa cür qəşəkləşmişsiniz, belə adamı yoldan çıxardan fason qəşəkləşmişsiniz. Bu neçə müddət evdə oturanda, Aha. ancaq qarşıma o məqsədi qoydum ki, Aha. elə olacam ki, hamının ağlın başından çıxar. Səndən başladım. Məndən başladı. Səndən başladım. Allah axırın xeyir eləsin, belə şey olar, qurban olaram sənə. Fəlican, Fəlican, Fəlican. Sənə qurban Ay olaram. Fəli, Fəli, Fəlican. Aygün xanım, bizim verim sən qurban olum. Şəklimi çəkə-çəkə hərdən, gözlərini çəkə-çəkə məndən, qəlbim yanır, çəkə-çəkə səndən. Şəklimi çəkə-çəkə hərdən, gözlərini çəkə-çəkə məndən, qəlbim yanır, çəkə-çəkə səndən, çəkə-çəkə səndən.
Aygün xanım, bir dənə sual vermək istəyirəm sizə. Bu sizi sevənlərə də, sevməyənlərə də çox maraqlıdır da. Mənə də çox maraqlıdır, açığını deyim. Əsas sənə maraqlıdırsa Mənə cavab maraqlıdır, verəcəm. prosto risk soruşamıram ki, elə cavab verəsiz, tamaşaçını da qoşuram ora. Mənə maraqlıdır ki, Aygün xanım nədən darıxır, niyə darıxır, nə vaxt darıxır, necə darıxır? Karantin vaxtında çox darıxdım. Aha, mənə nə demədin? Səhnə üçün darıxdım. Sənə qurban oluram. Hə, düz deyir. Görək mən nə fikirləşirəm. Düz deyir, düz deyir. İnşallah konsertinə məni çağırarsan, qurban oluram. Gəlib qabaqda oturacağam, əl çalacağam. Mən xoşlayıram, sənin konsertləri xoşlayıram. Aygün xanım, WhatsApp işlədirsiniz, bax. İşlədirəm. Kimi blok atmısınız axırıncı dəfə? Oy, yadımda deyil. Ən çox bloka atıram. Mən də yadımda deyiləm, mənə də atma sən bloka. Yalan demə. İndi Aygün xanım, mənə maraqlıdır bu WhatsApp-da şəkil göndərmisiniz kiməsə? Hə, конечно. Hə, göndərmisiniz. Aygün xanım Kazmova. Yazılan şərhlərdən hansı sizin xoşunuza gəlib ya da xoşunuza gəlməyib? Bax, sizə kömək eləyim. Birinci mənə yazılan şərhlərdən oxuyum, bir ikisini deyim. Siz də bir ürəklənin, ondan sonra fikirləşin cavab. Keçən dəfə YouTube-da bir mənə yazıb ki, fəlakət, niyə ölmürsə? Mənə yazıb, bura gəl, ay gəl, bura gəl. Sağ buradan demək istəyirəm ki, sən lap öldürübsən, sən öldürübsən, başa düşdün? Sonra biri mənə yazıb ki, Aygün xanım Kazmova, bunu YouTube'a buraxan, mənə deyir. Mənə deyir, bunu YouTube'a buraxan, indi cavaba bax. Sağ buradan demək istəyirəm ki, qaqa, məni o YouTube'a buraxan, səni də o YouTube'a buraxır. Prosto mən tutuzdurmuşam, sən özünü buraxmısan, başa düşdün? Özdə indi mən Xəzərə çıxıram, YouTube da qalır öz yerində, amma mən televizora çıxıram. Sana mən zirvəsi arzulayıram, başa düşdün? Ağıllı ol, yer işinlə məşğul ol. Yeri. Gördünüz Aygün xanım nə təbii? Dəhşətsən. İndi siz də deyin. Qorxurlar səndən. Qorxurlar, mən yesəmdə sözümü deyirəm, başa düşdün? Belə oğlanam. Qabağımdan yeyirəm, amma sözümü deyirəm. İndi buyurun siz ürəklərin. Mənə nələr yazırlar? Məzəli, maraqlı kommentlər olanda cavab yazıram. Çoxları elə düşünür ki, mən orada oturmuram. Fəli, bayaq dediyim kimi böyük-böyük cavab verirəm də. Hə, bu qurban olaram. Uşaq istəyir. Amma özüm işlədirəm, əzizlərim. Özüm də oxuyuram bütün kommentlərini. Zirəyi də özüm yazıram. Mənə çox maraqlı. Hə, çox sağ olun. Gördünüz, eşitdiniz, ekskluziv buradan dedi. Deyirəm ki, ay Fəli, qoy bunu riski gəlmədi. Riski gəlmədi. Aygün xanım. Bax sən reyting istəyirsən, gəl sən dəqiqə pavilyonu yandıram. Davaca yandır da qurban olum sana. Yandır. Reyting qoy yandırsın. Aygün xanım yandır. Sən reyting istəyirsən, bu dəqiqə sənin üçün yandır tök buraları. Ayaq üstə durmuşkən bir dənə sualım var. Verim o sualı. Ümumiyyətcə mən bilirəm ki, siz özünüzə baxan xanımsınız da Aygün xanım. Bax, 24 saat baxıram özümə. Özünüzə baxırsınız. İlqariyə baxırsınız. Baxıram. Evə baxırsınız. Eləmə. Sənə də baxıram. Qurban olum elə şey. Ay yığışdıq kamera. Mənə maraqlıdır. Siz bu direktə baxırsınız. Baxıram. Baxırsınız. Nə yazırlar orada? Mənə maraqlıdır. Uy, nə yazmırlar ki? Nə yazırlar da? Nə yazmırlar? Sevgi etiraf edirlər. Hətta yazırlar ki, bu kimdir? Şəkil zat göndərirlər sizə. Göndərilir. Şəkilə maraqlı şəkillər. Bir dəfə bir dənə şəkil göndərmişdilər. Səlim. Ay, bunu mən göndərmişdim. Ay, yavrular qurban olum. Doğrudan. Onu mən göndərmişdim. Ay, Aygün xanım, gəl yerində otar. Bunu kəsərsən montajda. İndi sizə bir dənə sual verəcəm. Yəni bu sualı mən nətər verim ki, bu qalmaqalı cavab versin də deyəm. Aygün xanım, bu şou biznesdə sizin sözünüz var, cocuq-mocuqlar tutmuşam. Ha, onu deyəndə tutmuşam. Bu cocuq-mocuqlar arada sizə oyun oynayanda, söz atanda bunlara nətər cavab verirsiniz? Səlim, səndən nə gizlədim? Böyük cavab verəcəm də. Böyük cavab ver, özümüz yeyə cavab ver. Əvvəllər elə bil ki, əsəbləşdirirdilər, cavab verirdi. Cavab verəndə də aləm dəyirdi bir-bir. İndi cavab vermirəm. Mən də cavab verməyəndə onların dediyi elə onların özündəcə qalır. Nakazat edirsiniz, də cavab verməyib nakazat edirsiniz. Başa düşürlər ki, gör. Ay fəlakət, kül sən təpənə. Sən ağlığa gəlmirsən, bu Namiq Qaraçuxuruya nəyə cavab verib bunu reklam edirsən? Gör, tutmamışam, indi deyənə kimi bunu. Montajda Namiqin bütün adını çıxardarsınız, reklamdır, lazım deyil. Bundan belə mən də susacam. Ad çəkməyəcəm. Sözümü deyəcəm, ad çəkməyəcəm. Başa düşdünüz? Aygün xanım, bir də bilsiz nəyi tutmuşam, baxır zaman. Müğənnilər bilsiz nə qarırlar. Mən də fəlakətəm də hər şeyə fikir verirəm. Bu zəng eləyirsən, götürür ver yanındakına belə. Sən canı denə mencərdir, denə işi var da. Başa düşdün, belə söhbətlər var. O günü birindən yığmışam. Yenə deyirəm ha, ad çəkib reklam eləmirəm, yoxsa bir avr eləmiş. Bəxti gətirir ki, Aygün xanım qonaq. Məni ağıllandırdı. Deməli zəng eləmişəm. Belə, alo, salam, bəs mencər dedim ha. Fəlakətli danışam. Birinci bu variantları fəlakətə eləmək olmaz. Olmaz. Başa düşdün, ağıllı ol. Ver gəlsinə telefon. Sənin yiyən hələ cocuqdur. Sənətdə bir şey eləməyib. Fəlakətdir səndən danışan. Başa düşdün? İndi buradan bir sual doğur. Bu saat Aygün xanıma kim zəng eləsə, götürür telefonumu verər deyir, sən canımını yola verdiyinə meric eləyəm. Kim zəng eləsə bax bu saat. Gəlin partladaq. Səli, qoy deyim də. Birincisi mənim telefonuma nadir hallarda zəng edirlər. Hamını blok atıb kim zəng? Çünki mən çox nadir halda telefonla danışıram. Rəhimli zəng vursa verərsən, amma sən canımını yola verməyəcəkdi. Yo. Rəhimə də deməz. Deyən görmək kimin adını deyək. Bu Namiq Qaraçuxuru yığsa deyərsən, sən canımını denən mencərdi deyərsən. O blokdadır da, yığa bilmir. Hə, söv. Gördün? Sən mən yox, Aygün xanım palçıq elədi bu dəfə. Sən canı bir adam adı ilə görüm, sağ zəng eləsə, Afaq Gəncəli zəng eləsə verərsən mə? Afaq Gəncəli yox. Yoxsa mən ən sevdiyim insanların adını çəkirsən, mən necə... Sevmədiyinin adını nətər çəkim mən? Nətər çəkim burada adını?
Görsən qaqam tutulur burada. Aygün xanım, bir dənə ad deməsən mən başlayacağam ad çəkməyə. Qurban olum özün denən. Məni pis adam eləmə burada. Ad. Yaxşı, Murad Dadaşov zəng eləsə. Ay qurban olum, məni işdən çıxartdırmaq istəyirsən. Sən qurban olum deyən görüm. Buna bax o saz zəng gəldim ha. Kəsəcəm qurban olum, bu yerin kəsəcəm. Vallahi başa düşdüm, ağzıma gələni danışıram. Qurban olum, vallahi məmnun olmadı. Söp, sağ olasın, yeşurlar, sağ qurban. Bu da atdı məni bloka. Aygün xanım, qurban olum, təzə çıxmışdım televizor. Onu dəyişəm, montajda kəsəm. Montaj elə onu. Verəm musikanı verəm, bir yavru elədim. Yaxşıdır. Bunlar öyrəşiblər, qonağa şirinlik zad elirlər də, başa düşdün, şəklimi çəkə-çəkə. Yaxşıdır. Bunu keçən dəfə Aygün xanım tanınamışam efirdə də. Aha, neynəmişdi ki? Fövqəladə iclaslar zad eləyirəm axı mən tez-tez. Bunu tanınamışam. Sən demə bu hardasa məktəbdə dərs deyir. Bütün tələbələr girib mənə söyüş zad yazıblar YouTube'da. Bax bunu. O öyrədib. Bu öyrədib. Özü düz əməlli apar. Aygün xanım burdadır, divanın yanında məni çıxdan vəziyyətinə qoymuşsan, başa düşdün. Siz bu verilişə gəlməmişdən qabaq bütün fanatlara səs saldım ki, tamaşaçılara. Aygün xanım qonağımdır, buna qəşəng suallar hazırlayım, verim də. Bax indi yazıblar, onlardan bir-ikisini deyəcəm sizə. Yəni mənlik deyil, cəmaət verib. Hə, yaxşı. Fəlican olsun, de gəlsin. Deməli bir dənə sual gəlib. Bu sualı çəksən mən nətər verim Aygün xanıma? Amma verim də Aygün xanım. Ver canım. Onsuz bilirəm, sənlik deyil. Ver. Sağ qurban, biri yazıb ki, görəsən Aygün xanım da qarğıdalı yeyəndə dişinin arasında qalır. Qalır əlbəttə. Ha olur da elə şeydə. Hə qalır. Dincəldin, qalır. Ay sol, qalır. Sonra Aygün xanım biri yazıb ki, bu Aygün xanım da diş pastasının içində qutaranda arxasından sıxır ki, qabağından çıxsın. Uşaq vaxtı eləyirdi, özü pioner lagerdə. Hə indi eləmirsiniz də yəni. İndi yox. Hə, bu səy sualda bunu çıxardın efirdən. Ağzına gələni götürüb suallar yazırlar bura. Əsəbləşmə. Əsas yeriz rahat, məndən narahatlığınız yoxdur. Yox, əladır yeri. Aygün xanım, belə bir söz var da, adam gərək nə olduğun yox, nə olacağın fikirləşsin də. Belə bir söz. Bu söhbət hələ də mənə çatmır. Bilmirəm də mən də. Bu nə qədər eləyirəm, otururam gecə ilə bu kitablarda da oxuyuram. Bu məntiqi mən tutamıram da, qurban olum. İndi mənə maraqlıdır ki, Aygün xanım Kazımova oxuyan olmasaydı nə olardı? Yəni maraqlıdır da, nə olardı da? Mən oxuyan olmasaydım ya idmançı olacaqdım. İdmançı olacaqdım deyəndə ki, idman peşəmi davam etdirəcəkdim. Hansı idman növü? Əl topu, handbol. Nədir? Handbol? Handbol. Hə, Topla handbol. qapıya. Hə, görmüşəm, televizorda görmüşəm. Hə, də qapıçı olmuşam mən. Futbolda? Handbolda. Hə, başa düşdüm. Ya da rəqqasə olacaqdım. Rəqqasə olardı. Mənə maraqlıdır, sizə indiyənə kimi ən çox uğur gətirən mahnı hansıdır? Ən uğur gətirən, ən böyük uğur gətirən elə ilk ifa elədiyim mahnı ifa edən kimi bu mahnı ilə birinci oldum və mənə uğur gətirdi. Hansı mahnı idi? Bu Vaqif Gərazədənin Ey mənim dünyam. Yazdım. Ey mənim dünyam, dum çıqadam, ey mənim dünyam. Belə bir də yarım eşitsin məni, 2 mahnı. Ondan sonra da Novruz gəlib, yaz gəlib, oldu 3 mahnı. Bir alınmır da, ay Fəli. Bir alınmır, hamısı qəşəngdir. Bir mahnı demək olmur. Sənə qurban olaram. Deməli, Aygün xanım Kazımova, cəmaət verilişə sponsor axtarır. Mənim verilişimdə sponsorlar qırğın eləyir ki, qurban olum mən girim, qurban olum mən girib. Dedim, yoxum, mənim verilişimdə ancaq samballı, səviyyəli sponsorlar ola bilər. Başa düşdün? Nəsə söz deyirəm, görürəm ki, arxasında duramayacağam. Biz ondan içirəm enerji gəlir, atıram biz onun üstəki qaqa mənlik deyil də, biz onluq da enerji gəlir. Başa düşdün? Bundan bir kreska göndərərsən, qurban olum, biz onu... Bir kreska mənə göndərərsən, deyibə. Sizin axırıncı konsertinizə baxdım. Maşallah partlatmışsınız. Hansını deyirsən maşallah, hansı axırıncını deyirsən? O rəqqasələr götürdü, fırlatdı belələr deyə. O qaldırıb çırpdılar mən yerə, onu deyirsən. Yox, çırpmadılar, göydə fırlatdılar. Məndə paxıllıq yoxdur da, yəni partlatmışsınızsa deyəcəm partlatmışsınız. Mənə maraqlıdır ki, Aygün xanım Kazımovanın bu şan şöhrətdən başladı fırlanmır, bu boyda fırlanır. Yox, fırlanmır, kəsnə fırlanmır, yox. Sizə qurban olaram. Çünki səndə də fırlanmır axı Fəli. Yox, mən hələ çatmamışam axı o zirvəyə. O sizi gördüm konsert verisi şeydə. Nə qədər adam var, buraxmadılar məni içəri. Onda tutdum ki, hələ var, hələ qalıb, az qalıb. Siz bu sənətdə mənim başım üçün olmayan işlər görmüşsünüz də. Mən boynuma alıram da bunda. İndi mənə maraqlıdır ki, Aygün xanım Kazımova evdə ev işləri görür, yoxsa gördürür? Bax, o maraqlıdır mənə. Mən ki, evdə çox az oluram. O işləri öhdəsindən o qədər də yaxşı gəlmirəm deyə. O işi gözəl bilən peşəkar xanımlara həvalə edirəm, sağ olsunlar. Niyə girmirsiniz də yəni? Girirəm, çox sevirəm kuxnanı. Sən gəlsən sənə yemək pişirərəm. Sən nə vaxt dedin mən gəlmə? İşi güclü ataram, mən verilişi ataram, verilişi bağlayaram. Nə vaxt dedim mənə gəlmədik? Sağa qurban olaram. Aygün xanım, mən özüm dietik adamam da, yəni ki, hər şeyi yeyən adam deyiləm. Belə nəfsimi saxlayan adamam. Bir dənə bu üçbaclı olması yoxdur. Bax, gördüm onu özümü saxlayanmıram ki, qurban olum. Deyirsiniz ki, arada girirsiniz də bu kuxnuya. Maraqlıdır ki, axırıncı dəfə nə pişirmisiniz? Kimə pişirmisiniz? Bir də əlinizin duzu var, mən onu bilim də. Mən yediyim yeməklərə heç duz atmırıq.
Ona baxmayaraq mənim əlimin duzu var. Mən özüm bişirəndə isə yeməyə duz atıram. Çünki adətən mən bişirəndə kimin üçünsə bişirirəm. Kim üçün də axırıncı? Məsələn, axırıncı dəfə mən ən yaxın dostumun evində, elə öz dostlarımız üçün, onların ailəsi üçün iftar süfrəsi hazırlamışdıq. Siz hazırlamışdınız? Bəli, yeməyi mən bişirmişdim. Elə bir orucu mənim yeməyimlə açdılar. Hə, Allah qəbul etsin. Hətta dadları damaqlarında qalmışdı. Mən bu il söz vermişəm ki, ardı var. Hə, mənə də çağırın da, qurban, bu dəfə mənə də çağırın. İndi sizə bir tam ciddi sual verəcəm. Bu ciddi veriş də. Burada yəni kimin zarafatı zadı var, geçsin qıraqda eləsin. Hə, burada yəni zarafat zadı yığışdırın. Bura ciddi verişdir. Oradan yuxarı yaz. Eşidirsən, yaz şok, şok, şok. İndi bir sual verəcəm. Mənə maraqlıdır ki, Aygün xanım Kazımova indiyənə kimi efirdə nə söz deyib, onu montajda kəsib tullayıblar. Bax, indi desin verəcəm efirə. Denən verəcəm efirə, denən, beynim söndür. Deməli, Fəlim, əvvəllər gözəl bir televiziyamız var, AzTV. Ora çıxanda mənim çıxışlarımı kəsirdilər, vermirdilər. Sözlərinizi də kəsirdilər, hə? Bütün çıxışımı kəsirdilər, nəinki sözlərimi. Bilirsiniz niyə? O vaxt fəlakət yox idi, ona görə. Fəlakət olsaydı onu götürüb verərdi efirə. Qurban olaram. Biraz toxuyurum üstümə. Hiss edirəm ki, məndən qaçırsınız nəsə. Biraz toxudan vurum üstümə. Aygün xanım, burada bilirsiniz nətərdir? Nəsə deyin, o sözü biz partladaq da, verək qabağa reyting, bıdış-bıdış eləyək də. Bıdış-bıdış. Hə, bıdış-bıdışlıq söz. Kiminsə torbasını tikək, nə bilim söz atar, belə bir şeylər lazım. Elarzın adını çək, palçıq eləyək. Yaxşı da yox. Amma Amerikadadır, nə qarı çəkirmək. Bayaq mən bir qeyd elədim, Aygün xanım. Ola bilsin tutmadınız. İndi suallardan da tuturam ki, qorxursunuz mənə cavab verməyə, bəzi şeylərdə ehtiyat edirsiniz. Ola bilər. Səndən doğrudan ehtiyat edirəm, ay Fəli. Mən sizi sevirəm. Bax, dedim buradan, yaz yuxarı istəyirsən, yaz, problem yoxdur mənim üçün. Mən sizi sevirəm. Fəli, elə dedin ki, ayaqqabımın qaşı tullandı. Görürsünüz, sevgi elə şeydir. Bəs sevgi elə şeydir. Bax, o mənim qaşımdır, düşdü yenə süründü yerlərdə. Baba, buradan deyən kimi tullandı uşaq. Görürsünüz, bu təbiilidir. Sevgi bu yadigar qalsın sənin eşq etrafından. Bunu qoyaq cibimizə. Aygün xanım, sana bir şeiri yazmışam. Bir məhəbbət şeiri yazmışam. Ola bilsin bu şeirdən sonra siz mənə başa düşdünüz də. Başa düşdünüz. Doğrudan. Hə, dəhşət bir dənə şeir yazmışam. Verəm, musiqini ver. Aygün xanım, çox acmışam. Durub kafeyə qaçmışam. Nə yemişəm? Mərci, dürüm. Qoy işığı söndürüm, yatım. Qoy işığı söndürüm, yatım. Qoy işığı söndürüm. Gözümə düşür, ağrıyır. Kipriyimi qucaqlayır, işıq məni qıdıqlayır. Otağı silim, süpürüm. Qoy işığı söndürüm, yatım. Qoy işığı söndürüm, yatım. Qoy işığı söndürüm, yatım. Saçlarını günlə hörüm. Ləçəyinə əmbər sürüm. Tapanmırəm, dayan görüm. Qoy işığı söndürüm, yatım. Qoy işığı söndürüm, yatım. Yerimi qızdırmalıyam. Səhər də tez durmalıyam. Budilniki qurmalıyam. Pay belə bəxtə tüpürüm. Qoy işığı söndürüm, yatım. Qoy işığı söndürüm, yatım. Durum yatım, yatım durum. Ay mənim ana çürüm. Qoy işığı söndürüm, qoy işığı söndürüm. Alqışlayaq, qurban olun. Nətərdir Aygün xanım şeiri? Bəlkə deyirəm mahnının sözlərini dəyişək. Bax, sizə bir söz deyim, sizə qurban olaram. Yoxsa yanan işıq otağıma daşıyır sənsizliyi. Mən yox idim, mən qınamıram sizi. Qaranlıq saçların kimi dağılsın yastığıma. Nə demək istəyirsən? O nə demək? Qoy işığı söndürür. 24 saat qaqan qulluğundadır. Nə vaxt sizə söz lazım olsa, bir dənə mənə yığırsınız. Harda olsanız gəlirəm ora. Lap zəng eləməsəniz də durub gələcəm. Başa düşdünüz? Yəni fəlakət elədir. Fəlakət danılmazdı, qaçılmazdı. Fəlakət hər yerdə var. Sizə qurban olaram. Mən səni çox istəyirəm. Başa düşürsən? Sənə hədiyyə də gətirmişəm. Ay, gətir oradan hədiyyəni. Duxu gətirmişəm qurban. Bu duxunu vuranda məni yada salın. Sizə xahiş edirəm. Bəh. Yox, bu bahalı deyəsən. Aygün xanım Kazımova, bunu sizə hədiyyə edirəm, qurban olun. Çox sağ ol, Fəli. Fəlimdir mənim Fəlim. Hadi də buraya. Gədə kimdə dəqiqədən bir onu çağırırsan? Bu bizim operatordur, pulunu əvvəlcədən alıb. Demişəm pulu verirəm, amma mən istədiyim sözü sənə deyəcəm. Danışmışam. Buradan demək istəyirəm ki, Aygün xanım, həyat bir oyundur. O istədiyi oyunu sənə oynayır da, düzdür? Düzdür. Bu həyat sənə oyunu oynayırsa, mən niyə sizlə oyun oynamayayım? Ona görə getdik oyun oynamağa. İndi fırrada anlat görüm nə məsələdir. Bax, Aygün xanım, bayaq dediyi güldü, zarafat elədi. Mən sizi çox istəyirəm onu dedim. Amma bu oyunda mən çox zloyam. Nə düşdü eləmək lazım. Burada indi yazılıb da, burada var paxlava var, idə parfüm var, duruyaq var. Kimə nə düşdü eləməlidir, başa düşdünüz? Sən şokolad da yedin, gücün yoxdur. Paxlava nə fərq edər? Acı biber lab əli olar. Bax, gəl.
Gəldin. Buna bax, kimə lağ eləyirsən gəlir başa. Yenə tamat. Ay tamat. Gətir Ay gör, tamat, tamat sən oldun mat. Bayını sən təkrar eləməyəsən, apar evinə. Yo, elə ki, mənim böyüklüyüm var. Mən Verəsən operatora. Sizin əlinizdən yemək istəyirəm. Sizə qurban olam, gəl ətək. Desinlər, Agün xanım Dinən fəlakətə da elə, tamat yedir. burada da elə partlatdım da. Ən partladan dəqiqələrdir. Azədə qurban olum, azədə. Yox, yemək yemişim. Aç ağzını. Qurban olum. Ağzını açar, ay gözəl fəli. Yoxsa mən səni edərəm dəli. Elə bir biraz çox oldu axı. Sən bura bax, bura. Fəli. Xardaldan zaten düşsəydi patladardı. Qaçıqanlıq elədi yoxdur Agün xanım. Nə düşdü eləməlisin? Mən oyunda ciqalbaz deyiləm. Tamat. Bunu deyirdim, bunu deyirdim. Nədir tamatı yeməliyəm mən? Bəs nə dər, bəs? Mən o şey tamatı yemirəm. Yox, bəs elə o söhbət ondadır ki, yemirsiniz, indi yiyəsində bəs gəti görmək, gəti. Özüm, gəti bura. Yox, bir dəqiqə mənə versin. Xeyr, mən sənin əlindən yemirəm. Mən sizə qulluq elədim. Sənə oğlan gətirdi, qoy mənə də oğlan versin. Ver, can, dayan burada. Ay oğlan, nə yaxşı oğlansan. Çox şirin oğlan. Dayan bu dəqiqə, səndən Səni mən işdən çıxardım. bölüşəcəm. Sən onunla öz şokoladını bölüşə bilərsən. Ye baxım. Bunu apar evə apar. Heç nə olmadı, qurban olum sən. Nə olmamış? Fırlat görüm. Deməli, mən istəyirəm sən nə düşsün? Aha. Xardal nədir ki, dəqiqədən bir xardal deyirsən? Xardal o düşsün sizə, indi görəsiniz də nədir? Xardaldan sonra... Oy, duru yağ düşsün sənətdir. Acı biber! Acı biber! Yenə limon deyil, limon düşür, limon. Xeyr, deyəm, mən indi bu dəqiqə santimetrlə onu ölçüm. Hə, ölçsən qurban olum. Yuxarıdan ona bax. Nə? Bax. Hanı, bax. Bax, görsən burada Ay, acı biberdədir vəbşi. Sənin gözlərin qasoy görür. Gətir də, nağarmı, Agün xanım. Deyəcəm, nə olub, nə olub ki? Gətir görüm. Ay, mama, ay sənə Çox acısıdır deyəsən. Bu ən acısıdır, çox acısıdır. Elə bir dənə dönər alardınız, kasabdan bunu da qoyardıq arasına Ay, yiyərdiniz. sağ ol da. Aç ağzını, gözünü yum. Hiss olunur məni çox istəyən adamsa. Hiss olunur gözəl adamsınız. Çox. Bir dənə yox, birim ver yeyim. Qurban ölərəm mən burada. Vay. Oy, həyat çox gözəl, yaşamağa dəyərmiş. Gəllən 5 dəqiqə. Sən 15 dəqiqəyə gəl. Mən özüm elə başlamışkən elə burada da bitsin sən. Öldüm ay Allah. Hay oradan su verin hə. verilişim. Tak, bir də bir sən nə istəyirəm, sənə nə düşsün. Tak, duru yağ düşsün, duru yağ. Bunu mən çox istəyirəm, buna baxma, acı biber yedir. Axırı yaxşı olsun. Oy, duru yağ mənə yox, ona düşsün. Yaxşı, mənə. İçim yandı. Bir də fırlat olar. İyi də gözəldir. Ötür də olar. Nə düşsə mən özüm qulluq eləyəcəm. Paxlava da olar, şokolad da olar, limon da olar, əcib biber olmaz. Çim olasan, ay çim. Buna baxır, bəxtə baxır. İndi nə fırlatsanız mən eləməliyəm, hə? Duru yağ düşdü. Duru yağ! Ay sənin, bəxtə bax. Ay, duru. O hansı yağ da elə? Mən sevmişka yağından başqa yağda pişirəm. Deməli, tamat yedim. Tamat, acı biber. Məni pişirmək istəyirsinizsə ancaq sevmişka yağı. Mən başqa yağları götürmürəm, sizə qurban olarım. Razıyam. Ancaq sevmişka yağı. İndi Agün xanım məni pişirəcək. Aç ağzını, tulkayla. Bu verişin davamı var, sonra Mən başa siz çıxıb gedəsiniz, mən buradayım. İndi mən bunu udussaydım, sən bunu axıracan mənə. Yox, qurban olum. Azca süz elə bəsdir. Vay bir ağzı var. Fəlakət, heç vaxt heç kimin qabağından yeməyib. İndi yedim yağdan zaten. Nə qədər yedin? Dəxli yoxdur. Dəxli yoxdur. Ola bilər qabağından yama əlindən yedi. Hə, 100%. Nə olsun, Agün xanım. Dayan, duru yağda dayan. Allah bilir. Əllərimə baxım, hanı əllərim? Bizon. Hayt, buna bax ya, bəxtə bax ya. Bizon mənə düşmür, gör kimə düşür. Agün xanım, biraz verəsiz desim ondan, qurban. Ürəyim yanır bu. İstiyotdan sonra ciyərim yanır. Boy, sağa qurban olaram, gətir. Bayaq dedim, bir dənəsini verərsən, qurban ol. Sağ qurban olum, o Agün xanım. Mənə canım, mənə. Bunu belə. Ona aspirin verdi amma hədiyyə ver, qurban olum. O nə qəşəng çalsın. Ver görüm, birim ver, qurban olum. Sana qurban olaram. Sən gözəl insansan, ver onu birim mənə. Yaxşı, onu verin, qoysunlar mənə maşına. Yəni Agün xanımın əlindən göstərəcəm. Çox sağ olun, güzel. Sağ ol, götür, yığacam. Nuş. Yığacam. Sana qurban olaram. Getdi. Darıxma. Sənin adətində atmaq. Buyur.
Instagram düşür. Instagram tuş. Mənim Instagramda götürüb şəklinizi paylaşasınız. Bəxtə bax ya. Şəklinizi paylaşır. Alta da bir dənə komment yazarsınız. Amma qurban olum, yaxşı söz yazın da. Orada cəmaət məni izləyir də. Doğrudan. Bunu gələn dəfə Komment çıxar. yazacağım. Ben kommenti bilmirdim. Şərtlərdə var idi ki, mən burada foto paylaşım. Amma foto paylaşmayacağım. Foto çox az olar sənin üçün. Mən video paylaşıram. Bugündən sonra bu fəlakətin Instagramında mən nə istəsəm onu da eləyəcəm. Oy nə gözəl oyundu. Bu nə gözəl oyundu. Mən sevdim bu oyunu. Sevdim mən bu oyunu. Darıxma indi, darıxma. İndi lap çox seversən. Darıxma, qoy xardal gəlsin. Xardalı görmürəm, xardalı. Xardalı görmürəm, paxlavanı keçdi. Xardal. Xardal nədir ki? Limon. Ay, Hamımız sağ ol. işdən çıxardacaq. Mənim də limon, O tərəf aparayım, mənim. mənə gətirsin, ağız ayrıq. Limon, Ver ona. limon, ay limon. Bütöv ha, bütöv onu. Çox da. Heç tursat da deyil. Çörək verim, qurban olun. Çörək udaram, çörək də götürərəm. Bax, bugünkü qonağımız Aygün Kazımova idi. Səhnəmizin divası. Amma o səhnəmizin divasıdırsa, mən də bu səhnəmizin diviyəm. Başa düşdünüz? Digər düz yatın.